Bizi biz edən milli qürurumuz, bizi biz edən qəlbimizdəki vətən sevgisidir. Unutmadıq proqramının növbəti buraxılışını izləyirsiniz, hörmətli tamaşaçılarımız. Studiyamızın qonaqlarını təqdim eləmək istəyirəm. Şəhidimiz Rasim Məmmədovun anası, şəhid anası Xuraman Məmmədova və qazimiz, vətən müharibəsi iştirakçısı Rəşad Qəhrəmanzadə. Xoş gördük hər birinizi və ilk növbədə təbii ki, sözü vermək istəyirəm şəhidimizin anasına. Çox sağ olun. Dəvət etdiyinizə görə minnətdaram. Mən 1987-ci ildə Bakı şəhərində anadan olmuş Rasim Məmmədovun anasıyam. Rasim Məmmədov 19 sentyabr 2023-cü ildə bir günlük keçirilən Antiterror tədbirlərində, əməliyyatında şəhadətə ucalan polis serjantıdır. Rasim 1987-ci ildə Bakı şəhərində anadan olmuşdu. Orta məktəbi mən hal-hazırda Xətai rayonu 254 nömrəli məktəbdə işləyirəm. İbtidai sinif müəlliməsiyəm. Rasim də həmin məktəbi bitirmişdi. Orta məktəbi bitirəndən sonra ali məktəbə daxil oldu Bakı Bədən Tərbiyəsi Akademiyasına və 2009-cu ildə ali məktəbi bitirdikdən sonra deməli hərbi xidmətdə oldu və hərbi xidmətdə gələn ildən elə 2011-ci ildə Daxili İşlər Nazirliyində əlahiddə çevik polis xidmətində deməli işinə başladı və son günə qədər və o öz işini sevə-sevə, öz peşəsini sevə-sevə yerinə yetirirdi. Xatırlayırsınızmı onu müharibəyə, belə deyək, antiterror tədbirlərinə göndərdiyiniz günü? Gəldi və yaxud bir neçə gün əvvəl görmüşdünüz, yoxsa həmən gün sizinlə sağollaşdı, getdi? Rasim bu əməliyyat olmamışdan əvvəl onlar elə bil ki, bu 44 günlük müharibədən sonra o Qarabağ bölgələrinə ezam olunurdular. Şuşaya, Laçına. Elə yenə də gəldi, dedi ki, bəs qarşıda bizi yenə də gedəcəyik. Bir 10 günlük gedirdilər hər dəfə. Gəldi, məlumat verdi, gedəcəyik. Amma dedi, bu dəfə yəni bizə xəbərdarlıq eləyiblər ki, bu əməliyyat gözlənilir. Çünki bilirsiniz ki, 44 günlük müharibədən sonra hələ də bu bizim bu separatçılar, erməni separatçıları demək olar ki, yəni o əraziləri tam yəni tərk eləməmişdilər. Bilirsiniz, bu əməliyyatda antiterror əməliyyatı mən deyərdim ki, bütün bu müharibəyə son qoyan bir əməliyyat oldu. Çünki 91-ci ildən bu yana bizim sərhədlərimiz tam bərpa olunmamışdı. Antiterror əməliyyatı bütün bu əməliyyatları deməli sona çatdırdı və bizim ən böyük bölgələrimiz Xankəndi kimi, Xocavənd kimi ərazilərimiz tam azad olundu. Rasim də məlumat verdi bu haqda ki, bəs biz gedəcəyik. Bilirsiniz, yəni biz bunu sakit qarşıladıq. O qədər də narahat olmadıq. Çünki bu bunun işi idi. Bu hər dəfə yəni ezam olunurdu, gedirdi, gəlirdi. Yəni heç nə hiss eləməmişdik. Amma həmin gün 18 sentyabrda zəng elədi ki, bəs ana biz gedirik, bizi aparırlar. Gəldi, evdə görüşdü, elə gün orta saat. Elə bil ki, 3 radələri idi. Gəldi, görüşdü və biz onu yola saldıq. Amma bu dəfə yola salanda elə bil ki, mən qayıtdım ki, onun arxasınca su atım. Hər dəfə məsəl üçün gedirdi, görürdün ki, dayanıb, yəni uzun müddət lifti gözləyir. Amma bu vaxt elə bil ki, yəni bir saniyəlik oldu da. Mən getməyimlə qayıtmağım gördüm artıq Rasim yoxdur. Və sonra da saat axşam 10 radələrində zəng elədi ki, onun həmişə bir xasiyyəti var idi. Deyirdi, məndən soruşmayın ki, mən hardayam. Zəng elədi, dedi ki, bəs biz lazım olan yerə çatırıq. Sonra
danışdıq, atası ilə də danışdı, mənlə danışdı, sonra ailəsi ilə danışmışdı. Evli idi. Bəli, ailəli idi. Övladı var. Bəli, 2 oğul evladı var. Allah Bəli, saxlasın. Sağ olun. Sonra bu gecə bu əməliyyat baş verib. Mən özüm də öz dərsimdə olmuşam. Yəni məktəbimizdə artıq hamıya xəbər yayılıb, amma yəni mənim xəbərim olmayıb. Hamı gəlib ki, bəs Xuraman müəllimənin Rasim mənim yeganə oğul evladım idi. Tək oğlu. Yox, bir bacısı da var. Evin tək oğlu idi. Bəli, evin tək oğluydu. Yəni gəlib hamı baxıb ki, Xuraman müəlliməyə bu xəbəri necə deyək? Onu da deyim ki, bu 8 polis şəhid oldu birinci antiterror əməliyyatında. Yəni əməliyyat bu cür başlandı. Belə xəbərlə yayılmışdı. O 8 polisin içində Rasimin şəkli çıxmamışdı. Yəni ora səhv bir başqa polisin şəklini vurmuşdular. Mən də işdən çıxıb evə gedəndə Rasimin elə evladları da mənim yanımdaydı. Mən yolda gördüm ki, 2 nəfər qadın danışır, bir-birinə deyir ki, bəs eşitmisən, bəs polislərimiz şəhid olub. Mən bu xəbəri eşitdim, elə bir ki, dayandım yolda, belə yaxınlaşdım, onlar şəkli göstərdilər, o 8 nəfərin şəkli çıxmışdı. Yəni mən o şəklə baxdım, amma orada Rasimin şəkli yox idi. Mən onların heç birini də tanımırdım. Sonra evə gəldik. Saat axşam hardasa 5-in yarısında atası gəldi ki, bəs Rasim yaralanıb gətirirlər. Sonra mən gördüm ev doldu, adamlarla, hamı gəlir, həkim gəlib, hamı. Mən də deyirəm, başa düşmürəm, niyə bu qədər adam? Deyirlər, bəs Rasim yaralanıb gətirirlər ona görə. Görürəm, bayraqlar asılıb küçədən. Deyirəm, bəs bu nə bayraqdır? Deyir, onlar çoxdan asılıb, yəni sən onu görməmisən. Sonra artıq gecə bu xəbəri mənə verdilər. Artıq onda dəqiq bildiniz ki, Bəli. şəhid olub. Bəli. O vaxta qədər onda bilirdilər, sadəcə sizə alışdıra deməyə Mənə çalışırlar. deməmişdilər, bəli, bilirdilər, yəni çox adam bilirdi. Amma mənə deməmişdilər ki, yəni bunu biz necə çatdıraq ona, necə deyək ona ki, yəni Rasim yoxdur. Bilirsiniz, Rasim çox qeyrətli bir oğul idi. Rasim çox zəhmətkeş, vətənpərvər, həqiqətən məsuliyyətli. Öz işini o qədər sevə-sevə yerinə yetirirdi, inanın. O qədər təmizkar, yəni necə deyim sizə, çox yaxşı oğul idi. Rasimin o qədər ətrafında dostu, tanışı çıxdı ki, yəni onu sevənlər, nə deyim? Nümunəvi insan. Çox, inanın, yəni həqiqətən, bilirsiniz, hər ana üçün evladı əzizdir, söhbəti yoxdur. Amma bax, 11 il mən işlədiyim məktəbdə təhsil aldı. Bu 11 ildə biz onun haqqında, həqiqətən mən onun haqqında negativ heç nə ilə üzləşmədim. Heç vaxt məni adətən məktəbdə anıya görə uşağa hörmət eləyirlər ki, müəllimənin o evladıdır. Amma inanın ki, o özü-özünə hörmət qazanmışdı. Bu dəqiqə hal-hazırda mənim öz sinifim Rasimin adını daşıyır. Yəni Xatirəsini yaşadır. bəli, o adını daşıyır sinifdə, məktəbdə, ümumiyyətlə bizim məktəbdə həm 92-ci ildə şəhid olan Rövşən Əliyevin adını daşıyır. O da bizim məktəbin yəni məzunuydu. 44 günlük müharibədə bizim məktəbdən yəni şəhid olmadı. Sonra amma bu antiterror hadisəsində yəni Heç düşünmürdünüz ki, sizin oğlunuz. İnanırsınız, məktəbimizdə deməli 92-ci il şəhidlərinin 4 nəfərin şəkli var. Elə bil dəhlizdə vurulub o şəkillər. Orada bir dənə yer boş qalırdı. Boş qalmışdı. Siz inanın ki, Sanki Rasim üçün mən hər dəfə saxlamışdılar. oradan keçəndə deyirdim ki, qəribədir, bu şəkilləri niyə belə vurublar ki? Yəni orada o yer boş qalıb. Siz inanın ki, o yerə Rasimin şəkli qismət oldu. Yəni bugün mənə çox çətindir. Həm müəllim kimi
yəni mən işimi davam elətdirməliyəm. Sağ olsun mənim kollektivim, sağ olsun mənim valideynlərim, mənim sevən şagirdlərim. Mən artıq 40 ilə yaxındır ki, müəllimə işləyirəm. Həmin məktəbdə 32 ildir işləyirəm. 94-cü ildə Rasim 1-ci sinifə gələndə mən oraya işə qəbul olunmuşam. Belə görünür, həm oğlunuz müqəddəs bir missiya yerinə yetirib, həm də siz də əslində müqəddəs bir missiya yerinə yetirirsiniz. Çünki savadlı gələcək üçün savadlı müəllimlər lazımdır və bu gələcəyi hazırlayan peşəkar kadrlar lazımdır. Eyni zamanda bir topluma təlim-tərbiyə vermək, elm öyrətmək, təhsil vermək hər kəsin bacara biləcəyi iş deyil. Ümumiyyətlə, müəllimlik hər kəsin bacara biləcəyi iş deyil. Bəzi insanlar var, o fakültəni bitirirlər, amma o müəllimlik istedadı o şəxslərdə olmur, o nur onlarda yoxdur. Amma həqiqi müəllimlər, hansılar ki, gələcəyin əskərlərini yetişdirirlər, həkimlərini yetişdirirlər, alimlərini yetişdirirlər. Bax, həqiqi müəllim olmaq çətindir. Çətindir, bəli, düzdür. Bilirsiniz, indi bəzən deyirlər ki, Xuraman müəllimə, yəni, bu işini necə davam elətdirir, yəni, bilirsiniz, nə qədər desək də, övlad itkisi kimi, yəni, ağır bir şey heç yoxdur ifadə həyatda eləmək. əvəz olunmayan bir ağrıdır, acıdır. Yəni, mən bu dəqiqə hər yerə Rasimin gözü ilə baxıram. Yəni, həmişə mənə deyirdi ki, ana, deməli, məktəbdə oxuyan vaxtı, deyirdi ki, ana, dəhlizin harasına çıxıramsa, elə bil ki, hər yerə sən öz şəklin vurmuşsan, hər yerdə sən görünürsən də. Amma bugün mən sinifimdə onun şəkli qabağında, yəni onların güşələri var, 8 polisin, sonra bu bizim 44 günlük müharibədə həlak olmuş şəhidlərimizin, oğullarımızın, yəni şəkilləri var. Mən onun qarşısında durub hər gün sinifə girirəm, çıxıram. Yəni, sanki mən ona hər yerə onun gözü ilə baxıram. Çünki onu yanınızda hiss edirsiniz. Bəli, inanın ki, yəni mən səhər müəlliməyəm. Mən ya işimi davam elətdirməliyəm. Çünki bu mənim sevdiyim peşəmdir. O körpələrin heç bir günahı yoxdur. Amma yəni bilirəm ki, mənim olmağım onlara yəni yaxşı təsir göstərir. Onların sevgisidir məni ayaq üstə saxlayan. Hər dəfə mən ibtidai sinif müəlliməsiyəm. Yəni gəlib onların nəvazişi, onların bilirsiniz, uşaq sevgisi təmiz olur. Yəni uşağı heç nə ilə aldatmaq mümkün deyil. Təmənnasız olur. Təmənnasız olur, bəli. Yəni onların sevgisini görəndə, yəni mən özümə borc bilirəm ki, işimi davam elətdirim. Elə uşaq sevgisi demişkən, keçid almaq istəyirəm qazimizə, söhbətimizə qaydacağıq. Rəşad bəy, xoş gördük sizi. Xoş gördük. Baxın, Xuraman xanım, anamız bu incə məqama toxundu. Həqiqətən uşaq sevgisi təmiz olur, pak olur. Həm də deyirlər ki, hər uşaq nə qədər böyüsə də valideyn üçün elə uşaq olaraq qalır. Sizin xatirəniz necədir? Müharibəyə yollananda valideynlərinizlə görüşünüz, sağollaşmağınız, orada əlaqə saxlaya bilirdinizmi? Ümumiyyətlə, qaydandan sonra sizə keçirdikləri hisslər barədə nələr dedilər? Əvvəla sizi salamlayıram. Mənim Qarabağ qazisi Qəhrəmanzadə Rəşad Çingizoğlu. İlk öncə sizə minnətdaram ki, bizi unutmursunuz, unutturmursunuz millətə. Çox sağ olun. Mən bu 44 günlük Vətən müharibəsində belə deyim ki, mənim atam hərbiçi olub, ehtiyatda olan zabitdir. Mənim uşaqlığım demək olar ki, cəbhələrdə keçib böyümüşəm. Cəbhə xəttində. Bəli, atam özü komandir olub buna görə. Uşaqlıqdan məndə düşmənə nifrət, demək olar ki, uşaq vaxtından yaranıb. Və bu 44 gündə mənə qismət oldu. Mən atamın 1-ci Qarabağ müharibəsindən, döyüşlərindən, döyüş xatirələrindən məlumatım var idi. Dostu, döyüş yoldaşı danışırdı ən azından. Mən də fəxr hissi keçirdirdim. Və qismət oldu ki, bu 44 gündə də elə atamla bir yerdə döyüşlərdə iştirak elədik. Çin-çinə döyüşmüşük bir yerdə. Atanızla birgə döyüşmüşsünüz. Hansı istiqamətlərdə? Biz Qubadlı, Laçın. Elə bir Füzulidən başlamışıq. Bizim ən fəaliyyətimiz bizi xüsusi tapşırıqla yönləndirmişlər. Atamı çağırmışdılar, elə bir köhnə döyüşçülər qrupbası yaratmaq üçün. Həm bələdçi kimi, həm deyək ki, koordinasiya, təcrübə öz sözünü deyib təbii ki.
demişdi ki, atama elə bir qrupba yaratsın. Atam da elə qrupbaya birinci mənim öz adımı. Xatırlayıram mən o kadrları. Laçının Güləbir Bəli, kəndinə daxil olarkən çəkilən orada kadrlar. yaralanmışdı. Həmən şəxs sizin atanızdır. Bəli. Adını zəhmət olmasa hallandıraq. Qəhrəmanov Çingiz. Mayor Çingiz Qəhrəmanov və Bəli. siz də Oğlu Qəhrəmanov. Rəşad Qəhrəmanov. Birgə çiyin-çiyinə döyüşmüsünüz. Necə bir hissdir ata-oğul çiyin-çiyinə döyüşmək? Əslində belə deyim, çox qürurverici bir hissdir. Amma bəzi hallarda çəkinəcəyi bir hisslər də olur ki, hansısa mənim gözümün qabağında atam orada yaralandı bir-iki dəfə. Yəni orada şəhid ola da bilərdim. Mən orada ondan O xof gəlir insana. Bəli, Yəni bəli. çətin idi. Amma müsbət tərəfləri nə idi? Müsbət tərəfləri o idi ki, misal üçün mən fikirləşirəm ki, tək o hücumlarda tək iştirak eləsəydim və yaxud başqa bir komanda ilə iştirak eləsəydim, hər hansısa bir nöqsan eləyərdim, şəhid ola bilərdim. Amma orada bəzi bizim pusuqaya düşdüyümüz anlar oldu ki, hansı ki sağımıza solumuza dayanmadan minametlər vurmuşdu. Həmin vaxtda elə atam da yanımda bir yerdə elə bir uzanmışdı. Sipərlənmişdir. Bəli. Misal atam orada köhnə döyüşçü olduğundan, anlayışı olduğundan mənə taktikalar deyirdi. Misal mən istəyirdim ki, qalxam, keçəm hansısa bir qayanın arxasına orada maskalanam. Amma atam icazə vermədi. Dedi ki, yəni qalxsan, qəlpə səni tuta bilər, yaralana bilərsən. Yəni o baxımdan atamla orada döyüşməklər. Belə görünür ki, döyüş yolu boyunca sizə elə bir neçə dəfə ekstremal vəziyyətlərdə bir növ xilas edib. Bəli, bəli. Yenə də orada öz atalıq missiyasını nümayiş etdirib, göstərib. Sizə onu deyərdim ki, həmin o Güləbirdə pusuqaya düşdüyümüz ərəfədə, bunu atam çox yerdə deyir, atamın böyründə sipər almışdım, yerdə uzanmışdıq. Atam istər-istəməz bir valideyn hissi olaraq elədi onu. Əlini mənim başımın üst hissəsinə belə qoydu ki, qəlpə gəlib dəysə, heç olmasa. Amma sonradan deyir ki, mən bunu düşünərək elədim. Amma fikirləşmirdim ki, o qəlpə gəlib bunu mənim qolumu da kəsə biləcək, yəni gəlsə əgər uşağa da təsir. Amma valideyn hissi olaraq... İnstinkt olaraq, artıq refleks olaraq onu göstərir. Və yeri gəlmişkən bu nüansa toxunmaq istəyirəm. Baxın, bir görürsünüz bir evdən bir oğul cəbhəyə gedir, bəzən 2 qardaş, bəzən biz görmüşük 3 qardaş. Amma evin yenə də dayağı atadır da, belə deyək. Və atanızla birgə cəbhədə olmağınız evə necə yansıyırdı? Məsələn, deyək ki, ananız və digər yaxınlarınız, indi ailə üzvləriniz varsa, digərləri deyək ki, bacınız və digərləri istər-istəməz evdə deyək ki, həm atanız yoxdur, həm siz yoxsuz və hər ikiniz cəbhədəsiz. Necə bir təəssürat idi? Danışa bilirdinizmi? Əlaqə saxlayırdınızmı? Əlaqə tez-tez saxlamaq olmurdu. Biz çünki irəlidə olduğundan set baxımdan əlaqə şəbəkə yox idi. Amma bunu deyim, biz özümüz Qarabağlıyıq, Laçın zonasındanıq. Mənim anam müharibə 27 sentyabrdan başlayan gündən mənim belə dildə deyim, danlayırdı ki, get yazılı da müharibəyə getsən, Qarabağda uğrunda döyüşlər gedirsən, burada oturmuşsan. Amma mən hər gün yaxınlaşıb orada könüllülər siyasına adımı qeyd elətdirdim. Dəfələrcə olurdu, yaxınlaşırdım rəisə ki, bəs məni salın irəliyə də getmək istəyirəm, döyüşmək istəyirəm. Mamam da bu barədə mənə dəstək olurdu ki, yəni getməlisən də müharibəyə. Biz amma gedəndə istər-istəməz adam bilmir ki, gedib sağ qayıda biləcək, bilməyəcək. O baxımdan əlbəttə ki, evdə biraz kədərli anlar da oldular. İstər-istəməz vidalaşdıq, elədik, sağollaşdıq, çıxdıq. Yeri gəlmişkən, Xuraman xanıma belə bir sualım var. Xuraman xanım, dediniz 2 oğul övladı əmanət qoyub gedib. Gələcəkdə onlar böyüyəndən sonra öz atalarının yolunu davam eləmək istəsələr, deyək ki, istər hərb peşəsini seçsələr və yaxud polis olaraq, necə yanaşarsınız? Valla, belədir ki, yəni özləri hansı sahədə istəsələr, o sahəyə də gedərlər. İndi müasir dövrümüzdə biraz uşaqlarla bu barədə, məsəl üçün, hansı peşənin sahibi olmaq istəyirsiniz soruşanda, hələ ki, onların fikri dəqiq olmaz, çünki hələ yaşları o qədər də çox deyil. İnşallah ki, istəsələr, niyə də yox, çünki ataları bu peşəni şərəflə yerinə yetirirdi. Yəni, sevə-sevə yerinə yetirirdi. Məhz Bədən Tərbiyəsi Akademiyasına da gedəndə elə o fikri özündə tutmuşdu ki, mən sonradan polis akademiyasına qəbul olacam da. Məqsədi var idi. Məqsədi var idi, bəli. Məqsədi var idi ki, yəni ki, ora qəbul olacam. Sərbəst, yəni Rasim özü də bu peşəni yenə deyirəm ki, əskərlikdən gələn kimi
sənədlərini hazırladı, verdi. Orada da imtahanlar vardı. İmtahanlardan keçdi uğurla. Yəni biz ailədə ona heç vaxt maneçilik törətmədik. Əksinə dəstək olduq ki, yəni öz bu peşəni sevirsə qoy getsin öz peşəsinin arxasınca. Gənclərimizə sözünüz nədir? Bax, bir müəllim olaraq, həm şəhid anası. Məncə, hər dəfə bunu şəhid anaları ilə müsahibələrimizdə, efirimizdə deyirəm, bir daha deyirəm. Bir şəhid anası təkcə bir şəhidin anası deyil. Məncə, Azərbaycan bütün mərd oğullarının anası elə şəhid analarıdır. İndi bu istiqamətdə, bu prizmadan yanaşsaq, bir şəhid anası olaraq, həm də bir 40 illik müəllim olaraq, yəqin ki, minlərlə şagird yetişdirmişsiniz, onlara təlim vermişsiniz, tərbiyə vermişsiniz, təhsil vermişsiniz. Gənclərimizə məsləhətiniz nə olardı? Sırf, deyək ki, bu istiqamətdə. Elə mən, bax, bugünkü gündə də mən elə bil ki, həm öz müəllimlik borcumu yerinə yetirirəm, həm də sizin bax verilişin adı da, yəni unutmadıq. Yəni mənim də elə məqsədim həmin oğulları unutmamaq, yəni unutulmağa qoymamaq. Bilirsiniz, 44 günlük müharibə başlayanda həqiqətən biz o qədər təlaş keçirdik. Həmin günləri inanın indi də o hər anını xatırlayıram ki, biz hər an yəni xəbərlərə həyəcanla baxırdıq. Mən özüm 44 günlük müharibədən sonra, müharibə vaxtı mənim sinifimdə də müharibəyə gedən valideynlər var idi, atalar var idi. Biz həmin o uşaqlara dəstək olurduq. Hər gün onlardan, yəni mən onlara ürəkdirək verirdik ki, mənəvi psixoloji vəziyyətdən inanın, kömək bax, yəni mənim həmin valideynlərim indi də hal-hazırda mənlə yəni münasibətləri var, yəni görüşürük. Onlar həmişə mənə deyirlər ki, Xuraman müəllimə, siz bizə dəstək olurdunuz, siz bizə necə ürəkdirək verirdiniz, amma biz bugün sizin qarşınızda aciz qalırıq. Yəni 44 günlük müharibədən sonra mən özüm şəhid ailələri ilə əlaqə saxlayırdım, onlarla danışırdım. Yəni həmişə vətənpərvər bir müəllim olmuşam, işimi sevmişəm. Mənim atam da Böyük Vətən müharibəsi iştirakçısı olub. Bir qardaşım 92-ci il müharibəsinin veteranıdır. Yəni ailəmiz həmişə necə deyim sizə, sanki soy ağacında belə deyək, müharibəsiz ötüşən bir nəsil olmayıb. Olmayıb. İnanın, atam mənim o vaxtı 45-ci ildə Berlinə qədər gedib çıxmışdı. Yəni o da hərbiçi idi. Hərbi o vaxtı Leningradda hərbi akademiyanı bitirmişdi. Yəni bu sanki elə bizim qanımızda var. Mən bugün öz işimin başındayam ki, mən o gəncləri vətənpərvər ruhda yetişdirim. Uşaqları, o körpələri. Çünki körpəlikdən onları necə deyim, ruhlandırırsan, tərbiyə verirsənsə də o uşaqlar həmin yolla da gedəcəklər. Mən indiki gənclərimizə arzuluyuram ki, vətəni sevsinlər, vətəni, onu da vurğulayım ki, Qarabağı görməyən oğullarımız xilas elədi. Qarabağımızı dərsliklərimizdə Qarabağı haqqında oxuyan, televizorlardan Qarabağın adını eşidən, yəni oğullarımız, bizim o tarix dərsindən 2 alan oğlanlar orada tarix yazdılar. Bəli, inanın ki, bax, həmin oğullar yəni xilas elədilər. Mən onların bugün həmin bax bu qazi oğlumuz da buradadır. Yəni onları əziyyətlərini, onların vətənə xidmət etmək hər bir kəsin borcudur. Amma vətənin ağır zamanında bir yerdə olmaq, yəni bir yumruq kimi birləşmək bizim Ali Baş Komandanımızın yəni ağıllı siyasəti, bizim gənclərimizin ruh yüksəkliyi, bizim millətimizin bir millət kimi birləşməsini biz həmin o 44 günlük müharibədə gördük, hiss elədik və onu yaşadıq. Bəli. Təşəkkür edirəm və qayıtmaq istəyirəm Rəşad bəyə. Bir sualım olacaq sonda sizə. Elə bir, dediniz, atanızla birgə döyüşmüsünüz. Elə bir vaxt oldu ki, o sizdən daha çox təcrübəli idi və daha çox tanıyırdı ərazini və yeri gəlmişkən Laçınlısınız və Laçın istiqamətində də daha çox döyüşlərdə iştirak eləmişsiniz. Elə bir vaxt oldu ki, atanız da sizə dedi ki, artıq gəl halallaşaq, vidalaşaq, buradan çıxış yoxdur. Bəli, belə deyim də sizə,
Bizim hücumlarımız fərqli hücumlarda olub. Elə olub ki, əksəriyyətində bir yerdə, atamla bir yerdə iştirak eləmişik. Və bir hücumda oldu ki, hansı ki orada bir cənab general Ənvər Əfəndiyev tapşırdı ki, atama bu oğlu bura götürmə, aparma, sübh tezdəndən hücuma keçirdilər. Həmin vaxtda məni yönləndirdilər başqa bir istiqamətdə pusqu xidmətinə. Orada elə ki, düşmənin daha yaxın məsafədə, hardasa 20-25 metr məsafədə, amma qətiyyən səs çıxartmaq olmaz, yəni heç bir danışıq olmaz ki, düşmən sənin orada olduğunu hiss eləməsin. Bəli. Orada pusquda durub bizcə məlumatları ötürürdü kəşfiyyata və yaxud hansısa bir böyüklərə, onlar hərəkətlərini eləyirlər. Bir dənə orada, misal üçün, atamla vidalaşdıq ki, təhlükəli hücuma gedirsiniz, ola bilər qayıtmarsınız. Elə həmin hücumda da atam yaralandı. Mən pusqu xidmətindən qayıdandan sonra gördüm atam yoxdur. Bizim qruplardan kimlə soruşuram atamanı. Hamı deyir ki, narahat olma, yaxşıdır da. Yəni, kimsə demir yaralandığını. Narahat olma, yaxşıdır. İstərsiniz, mən də narahatçılıq keçirdirəm ki, bu yüngül yara olsa, mən ən azından deyərlər ki, narahat olma, yaralanır. Heç kimi demədindən, bax, həmin gün elə bil ki, danışdıqca indi özüm pis oldu. Həyəcan gəldi. Bəli, yəni çox pis həyəcan keçirtmişdim həmin vaxtda. Amma sonra xəbərləşdiniz, Sonra bəli, sonra atam özüm hospitaldan mənə zəng gəldi ki, narahat olma, hər şey yaxşıdır, ayağından qəlpə yarası almışdı həmin ərəfədə. Siz özünüz hansı istiqamətdə xəsarət almışsınız? Biz elə bil ki, Marauder zirehli maşınla biz qabaqda irəliyirdik. Həmin maşında da atam idi, mən idim, 4-5 nəfər də bizdən əlavə bizim qrupların uşaqları idi. Biz irəliyirdik, bizə rabitə ilə dedilər, Qubatlının Muradxanlı kəndindən Laçına girirdik. Laçının birinci Güləbir kəndinə girirdik. Hücuma keçəndə bizə rabitə ilə məlumat verirlər ki, buranı tez keçin, yəni sizi vura bilərlər də, sol tərəfdən, Ermənistan tərəfdən, Gorus tərəfdən əməli başlı bizi o yolu görürlər, Həkərin üstü ilə yol gedir orada. Buranı tez keçin, biz biraz sürətimizi artıranda Güləbirdin pavorotu var, biraz sərt pavorotu, orada çatana yaxın bizim maşın birinci arxa təkəri tank əleyhinə minaya düşdü. Burası bizim bəxtimiz orada gətirdi ki, zirehli maşın idi. Hər hansısa bir adam daşımaq üçün olan maşınlar olsaydı... Hərbi nəqliyyat avtomobili deyildi. Bəli, qısa bir haşiyə çıxmaq istəyirəm tamaşaçılarımıza. Marauder Azərbaycanın milli istehsalıdır və Marauder Matador tipli zirehli döyüş maşınları serial istehsalı artıq uzun illərdir ki, Azərbaycan başlayıb Cənubi Afrika Respublikası ilə birgə və milli sənayemizin döyüş texnikaları özünü doğruldur ki, bildiyim qədər onun altında harca 40 santimetrə yaxın qalın polad var ki, onlar tank əleyhinə minaya belə düşsələr, şəxsi heyətə demək olar ki, heç nə olmur və bu da həmən hadisənin canlı şahidi. Bəli. Yəni, özdə biri var, bir dənə tank əleyhinə minaya. Bizdə elə bir gedəndə arxa təkər düşdü tank əleyhinə minaya. Maşının arxası qalxdı göyə. Burnu üstə yerə deyəndə burnu da təzədən bir minanın üstünə düşdü. İkinci minaya düşdü. Maşın belə fırlanar, elə bir epizod yarandı. Biz maşının içindəydik. Partlayışdan demək olar ki, gözlərim qaralmışdı. Yəni, maşın fırlandıqca da biz də içərində fırlan. Və biz düşəndə həmin vaxtda bizə pusqu qurmuşdular. Elə o minalar bastırdıqları da elə pusqunun əlamətləri idi. Məsələn, maşın texnika ilə olduğuna görə partlayış oldu. Bir dənə maşının zirehi qalmışdı. Biz içində sağ-salamat, yəni heç birimizə heç nə olmamışdı həmin maşında. Lukdan çıxmaq olardı, çünki knopkaları işləmirdi ki, qapı açılsın. Ehtiyat luku var, luku açdıq. Çıxmaq istəyəndə bizdə bir Rəşad adında döyüş yoldaşım var. O dedi ki, gözdə birinci mən çıxım. Mən indi içlərində gənc olduğuma görə bəlkə də o qoymadılar. Luku açıb çıxanda gördü ki, elə ki, o pavarotun o tərəfindən qayanı vurublar dağdan. Qayaları töküblər yola, yolu kəsiblər. Biz də bu qayadan hardasa bir 50 metr bərdə düşmüşük minəyə, maşının içindən çıxırıq. Bu qayadan da bir 30-40 metr o tərəfdə 2 dənə erməni nivasıdır, hardasa 7-8 dənə də erməni olar ki, yəni pusquda durub bizi gözləyirlər, bəli. Bizdə orada Rəşad cəld hərəkət elədi, lukdan çıxan kimi başladı bunlara ata-ata, bizə dedi ki, çıxın da çıxın. Biz də bir-bir çıxdıq, yəni biz orada belə deyim, biraz cəld hərəkət eləsəydik, ləngisəydik, bəli, bəzi problemlər olardı. Amma biz çıxdıqca elə bil ki, qayaya yaxınlaşa bunlara tərəf atdıq. İnanın Allaha, onlar
onu deyim ki, yəni həqiqətən də çox qorxaq millətdilər. Yəni döyüş olarıq deyil də, belə deyim sizə. Bizim bu verdiyimiz reaksiyaya silah-sursatını atıb oturdular maşına. 2 dənə erməni nivası idi. Ağ Niva idi. Ərazidən uzaqlaşdılar. Bəli, qaçdılar özlərinə tərəfdə, öz orduları olan tərəf. Həmin vaxtı bizim həmin uşaqlar elə atdıq. Nivanın biri qaldı. Birinin amma favoriti dönəndə bizim tank vurdu. Dönən vaxtı elə ki, dəyə bilmədi. Dağa dəydi. Biri qaçdı. Biri vuruldu. Bəli, biri vuruldu. Ondan sonra o gedən məlumatı verib olan arxadakı indi yəqin ki, əsgərlərinə ki, filan yerdə Azərbaycan əsgərləri giriblər də. Biz də irəlidə gedirik, ordu da biz arxadan gəlir bizə, elə ki, dəstəyə gəlir də. Həmin vaxtı biz, həmin o bir dənə Maraviderdə olan insanlar puskuya düşdük. Düşmən bu məlumatı ötürdü ora, oradan ata-ata gəlirlər. Corus tərəfdən də minamyot dayanmadan sağa, sola, onlar bizi ağacın kənarına yığışdıq deyə, bizi tam dəqiq bilmirdi ki, məsələn, bunlar buradadılar da. Prosta ama bu yolun içində olduğumuzu düşünüb, bu buradan ata-ata... Səpələnmiş formada yeyin ateş. Mən də həmin hərfə atama baxdım, kəlmə işarətini də dedim orada. Hiss edirəm ki, düşdüksə də getdiksə bizə tərəf yaxınlaşır. Bizi orada həqiqətən Allah saxlayıb, onun kadrında həmin vaxtı bizdə biri var idi, yaralanmışdı, sökənib ağaca, belə bizi videoya çəkirdi də son videomuz olaraq. Həmin videoya da o səs düşüb, o ata-ata gəldi, axırıncı düz gəldi bizim atamın ayağından 2 metrdə qırağa düşdü. Onun fışıltısı, raket gələndə fışıltısı gəldi və tıp belədi, amma açılmadı. Allah bizi orada saxladı. Yəni düz ayağımızdan 2 metr... Minatanın mərmisi düşdü, amma açılmadı. Bəli, torpağa... Açılsaydı, məncə 2 metr radius çox yaxındır. Yəni orada olan biz... Ümumiyyətlə, hələ atanız da, sizə də böyük xəsarət yetirəcəkdi və bildirdiyimiz kimi, mən də düşünürəm ki, o radiusda ümumiyyətlə orada sağ çıxmaq qeyri-mümkün olardı. Təşəkkür edirəm sizə. Ümumiyyətlə, xatirələrinizi danışdıqca, elə Xuraman ana da, siz də insan sanki bir kadr kimi gözünün qarşısından gəlib keçir. Və ona görə də biz heç zaman bu günləri unutmamalıyıq, bu əzabı, əziyyəti unutmamalıyıq və hər zaman öz qəhrəmanlarımızı xatırlamalıyıq. Təşəkkür edirəm bir daha hər birinizə. Belə, əziz izləyicilərimiz, dişimizlə, dırnağımızla torpaqlarımızı işğaldan azad elədik, bayrağımızı sancdıq və zəfər paradı keçirdik. Biz bu qələbəni ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Güclü ordumuz var, güclü bölmələrimiz var, müasir silah və texnikamız var, milli imkanlarla istehsal elədiyimiz döyüş texnikaları və vasitələri var. Amma hər zaman son sözü əskər deyir, bayrağı əskər sancır. Ona görə də heç zaman qəhrəmanlarımızı unutmamalıyıq. Növbəti gündə görüşənə qədər hələlik.